Salam əziz abituriyentlər, xoş gördük sizləri. İnşallah yaxşısınız, imtahanı yaxşı keçib sizlər üçün. Bu gün mən sizlərə 2025-ci ildə qəbul imtahanına düşmüş sualları izah edəcəm. Yoxlamaq məqsədi ilə. Mən də sizi kimi suallar indi əlimə keçdi və birbaşa YouTube-da bunların izahını verəcəm. Birinci sual, mayelərdə Pascal qanunun doğruluğunu hansı cihazla yoxlamaq olar? Pascal qanunu doğruluğunu yoxlamaq istəyiriksə, maili manometrdən istifadə etməliyik. Burada testin doğru cavabı olacaq Y variantıdır. 32-ci sualda koordinat zaman tənliyi verilibdir. Bizə təcilin amplitud qiyməti soruşulur. Təcilin amplitud qiyməti A bərabərdir omega kvadratı xm-dir. Biz omeganı 2pi böl t düsturundan tapmalıyıq. 2pi bizdə 6 edər. 6 periyod necə tapılır? 4-də 1, 4-də 2, 4-də 3 tam. Periyoddakı 4-dür. Bu deyilər 2-də 3. Yazırıq ki, 2-də 3-ün kvadratı vurulsun. XM də bizdə 0,8-dir. 2-də 3-ün kvadratı eləyər 4-də 9, vur 0,8. Burada ixtisarlar aparsaq 0,8-dən 4 gedər. Burada qalar 0,2. 0,2-ni də 9-a vuranda 1,8. Testin doğru cavabı C variantı. 33-cü sual. Sürtünmə əmsalı 0,5 olan üfüqi səthi üzərində kütləsi 2 kq arabacıq 25 Newton dartı qüvvəsinin təsirlə hərəkət edir. Hansı qrafik arabacığın sürətinin proyeksiyasının zaman asılığını ifadə edir? Bu suallara baxdıqca mən son 5 ilin qəbulunu xatırlayıram. Yəni son 5 ildə bu tip suallar düşüb. Yəni şagirdlər son 5 ilin qəbullarına diqqətlə işləsəydilər, burada çox rahatlıqla yaza bilərdilər bu sualları. Belə ki, burada sürtünmə qüvvəsini tapmaq lazım olur. Sürtünmə qüvvəsi müəyyən. Müəyyən bizdə 0,5-dir, M bizdə 2-dir, J də 10-dur. Bu da eləyər 2,5-in burada 10 Newton eləyər. 10 Newton eləyər, amma bizdə dartı qüvvəsi 25 Newtondur. Dartı qüvvəsi sürtünmə qüvvəsindən çox olanda hərəkət bərabər yeyinləşən olur. Burada fikir vermək lazımdır ki, cisim hansı istiqamətə gedir? V0-a baxıb görürük ki, cisim x oxun əksinə hərəkət eləyir. Deməli, bu cisim x oxun əksinə bərabər yeniləşən hərəkət edər. Bu testin doğru cavabı D variantıdır. 34-cü sual. M1 və M2 kütləli iki maddi nöqtə arasındakı qravitasiya qüvvəsi F-dir. Kütlələri M1 və M3 olan nöqtə arasında qravitasiya qüvvəsi nəyə bərabərdir? M1 ilə M2 arasında, baxın, M1 ilə M2 arasında məsafə 2 damadır. Yəni E1-2 yazırıq biz burada 2 dama. Və hesablama aparırıq. F1-2 bərabərdir J, M1. M1 bizdə nə qədərdir? Verib M1-i. M1-i verməyib. Yaz, M1 qalsın. M1 vurulsun M2. Bölünsün. R kvadratı. Yəni 2D'nin kvadratı. O da eləyər 4D kvadratı. Bu ifadə F-ə bərabərdir. Bu ifadə F-ə bərabərdir. İndi deyir ki, M-lə 3 arasında. Hə, bununla M1 ilə 3 arasındakı məsafə nə qədərdir? M1 ilə 3 arasında məsafə 1, 2, 3, 4 damadır. Onda yazıram ki, R1, 3 bərabərdir 4 dama. İndi 1 ilə 3 arasındakı məsafəyə baxaraq, qüvvəyə baxaq. J, M1 vur, M3-dəki 2 M2-dir. Yəni 2 dənə M2 böl 4D'nin kvadratı. Yəni 16D kvadratı. İndi bu da ixtisar aparsaq J M1 M2 böl 8D kvadrat olar. Əgər bu 4-də 1, bunu bura bir F desək, 4-də 1-i F-dirsə, burada 8-də 1 eləyər. 8-də 1-i olar F bölünsün 2. Yəni bu testin doğru cavabı B variantı olacaqdır. 35-ci sual. Kvadratın mərkəzində elektrik sahəsi intensivlik vektoru hansı istiqamətdə yönəlmişdir? İntensivlik vektoru müsbət yükdən çıxır. Bu yükün, bu birinci yükün intensivliyini çıxartdıq, müsbət yükdə. Mənfi yük isə daxil olur. Deməli, bu tərəf üzrə yekun intensivlik yuxarıya doğrudur. Yəni, şimal şərqə doğru. Sonra bu müsbət, yəni bu ikinci yükün intensivliyi bu nöqtədə özündən çıxır. Bu yükün intensivliyi isə özünə daxil olur. Bu tərəfdə də yuxarıya doğru yönəlir. Və bunların əvəzləisi təbii ki, yuxarıya doğru yönələcək. Testin doğru cavabı olacaq A variantı. Sabit həcmdə verilmiş kütləvi qazın mütləq temperaturunu 3 dəfə azaltdıqda onun təzyiqi 500
Paskal azalır. Biz həmişə şagirdlərik ki, dəfə ilə qədər sualı mütləq düşəcək. Yazırsınız PV bərabər nÜRT. Deməli, temperatur 3 dəfə azalanda, təzyiq də 3 dəfə azalar. Yəni, ta ki, əvvəl P0 isə, sonra olacaq P0 böl 3. Nə qədər azalıb? 500 Paskal. Bunların fərqini 500-ə bərabər eləyirsiniz. 3P0 çıxılsın P0 bərabər 1500. 2P0 bərabər 1500. P0 bərabərdir 750. Əvvəlki qiymətini soruşur. 750 testin cavabı D variantı. 37-ci sual. Fotoeffekt zamanı udulan foton enerjisi Y foton çıxış işindən 3 dəfə böyükdür. 3 dənə A çıxışdır. Maksimal kinetik enerjisi hesablayın. Deməli, Y foton bərabərdir. A çıxış üstə gəlinsin. Y kinetik. Y fotonun yerinə 3 dənə A çıxış yazacağım. Bərabərdir A çıxış üstə gəl Y kinetik. Buradan da Y kinetiki tapanda olur 2A çıxış. Testin doğru cavabı Y variantıdır. 38-ci sual. Sabit qüvvənin təsiri ilə müxtəlif cisimlərin aldıqları təcirlərin onların kütləsini asılı qraf vermişdir. Bu qüvvənin qiymətini hesablayın. Əvəzedici qüvvənin qiyməti F bərabər M-adır. Bax, bu A nöqtəsi götürürəmsə, mən A-nı 8, M-i 5 götürməliyəm. 8 vur 5 və yaxud da 4, B nöqtəsi götürürəmsə, 4 ilə 10 götürməliyəm. Bütün hallarda doğru cavab 40 Newton edər. A variantı. 39-cu sual. 3 naqilin voltamper xarakteristikası verilib. Naqillərin müqavimətlərini müqayisəsi soruşulur. 3 naqildir, müxtəlif naqillərdir. Burada R-lər hamısı bərabər ola bilməz. Yazırsınız ki, R bərabər U bölünsün I-dir. R-in I-nin U-dan asılı qrafikində bucağın tangensi nəyi verir? Ona baxmaq lazımdır. Ya da kotangensi. Bax, bu bura bitişik katetdir. Bu i-ni yuxarıya keçirdə bilərəm. Bura U olur. Bitişik katetin, yəni U-nun qarşıdakı katet nisbəti verir bizə kotangens alfanı. Kotangens alfada da belə bir şey var. Bucağın qiyməti artdıqca kotangensin qiyməti azalır. Burada bu alfa 1-dir, sonra alfa 2-dir, sonra alfa 3-dür. Ən böyük bucaq R3-dədir. Deməli, R3 ən azdır. Sonra R2, sonra R1 olacaqdır. Bu testin doğru cavabı olacaq B variantı. 40-cı sual. Bir cisim maqnit sahəsində çevrə hərəkət edən yüklü zərrəciyin impulsu azalarsa, zərrəciyin periodu 2 pm bölünmüş QB-dir. İmpulsdan görür ki, burada impuls aslı deyil. Eyni ilə mən bu sualları izah edirəm. 2005-ci il bizim ən son çəkdiyimiz video 2025-ci ilin sınağına aiddir. Bu sınaqdakı suallar gözümün qabağına gəlir. Yəni mən demişdim ki, imtahana getməmişdən əvvəl mütləq o sınağı işləyin. Deməli, T burada P-dən aslı deyil. Ona görə də T dəyişməz. Radius isə belədir. MV böl QB düsturu ilə hesablamalıydınız. Burada MV impulsdur. İmpuls azalıbsa radius da azalacaq. Bu testin cavabı D variantı olacaq. Başlanğıc koordinatları eyni olan iki cismin sürətinin proyeksiyasının zamanaltı qrafik verilmişdir. Hansı zamanda cisimlər arasında məsafə ən böyükdür? Deməli, iki qrafik arasında cisimlərin qrafiklər arasındakı məsafə onların arasındakı məsafəni xarakterizə edir. Bu məsafə, bax, bu birinci cisimin getdiyi, daha sonra ikinci cisimin getdiyi yeri göy qrafikindən işarə eləyirəm. Birinci cisimin getdiyi yolu isə, birinci cisimin qrafiki isə qırmızı ilə. Bu göy xəttindən qırmızı fiqur arasında qalan sahə bunlar arasındakı məsafəni xarakterizə edir. Deməli, burada sarı, bu hissə 0T1 anında bu boydadır. 0T2 anında indi biraz da böyüyür bu məsafə. 0T3 anında biraz da böyüyür. Baxın, get-gedə böyüyür bu məsafə. 0,4 anında isə ən böyük olur. Baxın, maksimum olur. Deməli, bu məsafə T4-də ən böyükdür. Doğru cavab olacaqdır D variantı. Növbəti sual, 42-ci sual. Harmonik rəqs edən yaylı və riyazi rəqqaslar verilmişdir. Rəqqasların rəqs tezliyi bərabər olarsa, riyazi rəqqasın uzunluğunu hesablayın. Və salam, iki düsturu bir-birinə bərabər eləməsiniz. Rəqs tezlikləri bərabərsə, təbii ki, rəqs periodları da bərabərdir. Nü bərabərdir. Birinci üçün yazıram 2pi kök altda K bölüm. İkinci üçün yazıram ki, nü bərabərdir. 1 bölünsün 2pi kök altda J böl L. Bu iki düsturu bir-birinə bərabər eləməliyik. 1 böl 2pi kök altda K bölüm bərabərdir. 1 böl 2pi kök altda J böl L. 1 böl 2pi'lər burada ixtisar gedir. Hər tərəfi kök kvadrata yüksəldirəm ki, kök geçsin. Qalacaq K bölüm bərabərdir J böl L.
bizdə uzunluq soruşulur, el soruşulur. Buradan eli tapanda olacaq mg böl k. El bərabər mg bizdə. Bu mg, təbii ki, bu mg'dən söhbət gedir, bundan yox. Çünki burada kütlə var, bu düsturda kütlə yoxdur. Deməli 400 qram 0,4 G 10'dur. K'dakı 8'dir. 4'ü 8'e böləndə 0,5, o da 50 santimetr. Testin doğru cavabı A variantı. 43-cü sual 2W böl fi hansı fiziki əməliyyata uyğundur? Maqnit sahəsi enerjisinin düsturunu yazırıq. W-nun yerinə yazırıq ki, fi i böl 2. Deməli, maqnit sahəsi enerjisinin düsturu belə idi. Fi i böl 2 böl fi. Buradan fi'lər ixtisar gedir. Fi'lər ixtisar gedir. 2'lər ixtisar gedir. Qalır i. I də cəryan şiddətinin vahidinə uyğundur. 44. İpə bağlamış cisim şaquli müstəvidə bərabər sürətlə fırladılır. Əgər N nöqtəsində ip qırılarsa, cismin hansı istiqamət hərəkət edər? N nöqtəsində bu cisimə gəlmə qüvvəsi bu şəkildə yönəlir, mərkəzə doğru. İp mərkəzdən qaçma qüvvəsi isə bu şəkildə yönəlir və bunlar bir-birinə bərabər olur. İp qırıldısa, deməli bu üzrə, yəni tutaq ki, x oğu üzrə əvəzləyici qüvvəsi 0 olur. Yalnız aşağıya doğru qüvvə qalır. O da mg qüvvəsi. Bunu aşağıya doğru hərəkət etdirəcək. Bu testin doğru cavabı C variantı olacaq. 45-ci sual, yenə də deyirəm, DİMS sınaq 2025-də də bu sual var idi. Difraksiya qəfəsi 1 mm olan son zamanların populyar sualıdır. Deməli 1 mm L bərabər 10 üstü mənfi 3 metr yazırıq. 500 çizgisi var, yəni N 500'dür. Tezliyi də veribdir 6 vur 10 üstü 14. Vəssalam, düsturlar yazırıq. Deməli burada nəyi bilməliyik? Lambda bərabər S bölünü düsturunu bilməliyik. K lambda bərabər D, sinus fi olmayacaq. Çünki maksimumların ən böyük tərtibi soruşulur. Sinus getdi 1'ə. Burada K lambdanın yerinə S bölünü yazacağım. Bərabərdir. D'nin də yerinə L böl N yazacağım. Buradan alınır ki, KCM böl nÜL. Həmişə deyirəm, bax, KCL böl nÜN düsturunu yaxşı öyrənin. K'nı buradan tapanda K bərabər olacaq. nÜL bölünsün CN. Nü bizdə 6 vur 10 üstü 14. L bizdə 10 üstü mənfi 3. S bizdə 3 vur 10 üstü 8. N də bizdə 5 vur 10 üstü 2. Demək, 6 ilə 3 gedər qalar 2. 5'də 2. 5'də 2 0,4. Bu 10 üstləri nəzər alanda olacaqdır 0,4 vur 10. O da 4 eləyər. Testin doğru cavabı C variantı. 46-cı suala baxırıq. Verilmiş kütlədə qaz bir haldan iki halına keçir. Hansı münasibət doğrudur? Təbii ki, V sabitdir. Görürük ki, V'yə konstant çəkilib. Daxili enerjinin düsturunu yazsaq 2'də 3 P V'dir. Görürük ki, V sabitdir. P azalır. Onda daxili enerji azalar. Doğru cavab C variantı olacaq. 47. Konturda cəryan şiddəti 3 amper. Maqnit seli 0,1'dir. İnduktivliyi hesablayın. Fi bərabər L'yi yazırıq və buradan L'yi tapırıq. Fi bölünsün I. O da bərabər fi bizdə 0,6 böl 3. O da edər 0,2. Doğru cavab B variantı. Kulon vur volt kilogram ifadəsi. Deməli, burada belə bir iş görmək olar. Kulon vur volt A bərabər idi. Yazıda gəlsə QU-dur. Burada yəni joule bərabərdir. Kulon vur volt yazılıbdır. Deməli, burada yazırıq ki, joule bölünsün kilogram. Joule-da nə idi? Joule-da kinetik enerjinin vahidi idi. Yazıda gəlsə Y kinetik bərabərdir. MV kvadratı böl 2. Yəni, joule bərabərdir. Sürətin, kütlənin vahidi vur sürətin vahidi. Yəni, V'nin vahidi. Deməli, burada sürətin vahidi olacaqdır. Testin doğru cavabı A variantıdır. Burada şagird düz yazıb Q böl düsturla da yazmaq olar. MV kvadrat böl 2'ni Q'ya bərabər eləyəndə V'ni tapanda olur. 2Q böl M düsturu. Yəni, sürətin vahidi bərabərdir. Kulon vurulsun volt böl kilogram. Növbəti sual 49-cu sual. Quru termometrlərin göstərişləri eyni olan iki müxtəlif, deməli, quru termometrlərin göstərişi hər iki otaqda eynidir. Və birinci otaqda 65%, ikinci otaqda 45% var. Euler-Venn diaqrama uyğun bəndləri müəyyən edin. 2020-də də ya 19-da da səhv etmirəmsə belə bir sual düşmüşdü. Quru termometrin göstərişləri yaş termometrin göstərişindən böyükdür. Bəli, quru termometrin göstərişi yaş termometrdən böyükdür ki, nisbi rütubət 100-dən aşağı olub. Bərabər olsa 100% olurdu, kiçik ola bilməz. Deməli, burada olacaq 1 ortaya gedəcək. Bir üçüncü bəndə gedəcək. Onda B bəndi səhvdir burada.
E, D bəndi də səhvdir. Hə, indi deməli D bəndə səhv dedik. Otaqdakı su buxarı doymayan buxardır. Bəli, doymayan buxar nə zaman doymuş olurdu? Quru yaşa bərabər olanda nisbi rütbət 100% olurdu. Onda da doymuş buxar olurdu. 2 də ortaya gedəcəkdir. 2 də ortaya gedəcək. Onda Y variantı da artıq səhvdir. Artıq qaldı bizim şansımız A ilə C arasında. Otaqda mütləq rütubət daha böyükdür. Mütləq rütubətin üstünü yazırıq. Rho bölünsün rho 0. Bu mütləq rütubətdir rho. Bu da fi'dir. Fi rho ilə düz astıdır. Fi harda böyüksə orada mütləq rütubət də böyükdür. Fi birinci otaqda böyükdür deyə orada mütləq rütubət böyükdür. Ona görə 3 gedəcək birinci otağa. 3 birinci otağa gedən kimi də A variantı çıxır. Onda su buxarının parsial təzyiqi daha kiçikdir. Parsial təzyiq P bölünsün P0-dır. Bu surətdəki təzyiqə parsial təzyiq deyirik. Bu kiçik olması üçün fi kiçik olmalıdır. Fi kiçik olan ikinci otaqdadır. 4 də bura gedəcək. Beləliklə bu testin doğru cavabı C bəndi olacaq. 50-ci sual. Eyni cismi müxtəlif mayelərə saldıqda. Baxın, eyni cisimdir. Müxtəlif mayelərə salıblar. İplərdə yanan gəlmə qüvvəsi bu şəkildə olub. Mayələrin sıxıları arasında hansı münasibət doğrudur? Aha. Deməli, belə halda Arximed qüvvəsi yuxarıya yönəlir. mg ağırlıq qüvvəsi isə aşağıya yönəlir. T plus F Arximed bərabərdir mg-yə. Buradan T-ni tapanda mg minus F Arximed olacaq. mg minus F Arximed. T bərabərdir mg minus F Arximedi yenə yazırıq. Rho maye V cisim vur J. Hə, indi burada deyir ki, eyni cisimsə, deməli V cisim və J 10 J eynidir. Eynidir, V cisimlər eynidir. Eyni cisimsə kütləsi də eynidir. Bir dənə fərqli olan mayenin sıxlığıdır. Burada minus var. Minus nə deməkdir? Yəni mayenin sıxlığı artdıqca gəlmə qüvvəsi azalacaq. Aydındır, daha az gərilimi olacaqdır. Çünki daha çox Arximed təsir edir, ip daha az gərilir. Ona görə də burada yazılanın tərsini yazmalıyıq. Rho 3 böyüdür Rho 2, Rho 3 böyüdür Rho 2, o da böyüdür Rho 1. Testin doğru cavabı A bəndə olacaq. Bərk cismin mütləq uzanmasının başlanğıc uzunluğuna nisbəti nəyə bərabərdir? Mütləq uzanmanın başlanğıc uzunluğuna nisbəti nisbi uzanma adlanır. Burada testin doğru cavabı B variantıdır. Düz xətt boyunca hərəkət edən cisim koordinat zamanında hansı qraf verilmişdir? Hansı hissələrdə cismin kinezi artar? Kinetik enerji bərabər yeyinləşən hərəkətdə artar. Baba, bu birinci hissə, ayrıca bax bunu mən oxu bax bura gətirib çəkə bilərik. Bura gətirib çəkəndə birinci hissə belə olur. X oxun əksinə yeyinləşəndir. Bərabər yeyinləşəndir. 1 100% doğrudur. 1 100% doğrusa artıq 1 olmayan cavablar səhvdir. 2 də bərabər yavaşayandır. Çünki bax bu oxu bura gətirsək, bax belə bir şey alınır. X oxunun əksinə yavaşayandır. 2 olmaz. 2 olmazsa A bəndi də getdi. 3-ə baxırıq. 3-ü də bax oxu gətirir bura. Oxu bura gətirdi kimi, buradan belə çəkirik. Görürük ki, bax bu formada belə bir şey alınır. Yəni X oxu istiqamətində yeyinləşəndir 3. Bu testin doğru cavabı olacaq Y variantı. Növbəti sual. 53-cü sual. Cisimlər sürətinin modulunun zamandan asılı qrafiki verilmişdir. Əvəzləyici qüvvə üçün hansı ifadələr doğrudur? Gözəl, çox gözəl. Deməli, birinci hissədə bərabər yavaşayan hərəkət etdiyinə görə əvəzləyici qüvvənin işi mənfidir. İkinci hissədə hərəkət etmədiyinə görə əvəzləyici qüvvənin işi sıfırdır. Üçüncü hissədə bərabər yeniləşən hərəkət etdiyinə görə əvəzləyici qüvvənin işi müsbətdir. Və sonra görə bu variantlar hansı var? Yazır ki, üçüncü hissədə mənfidir. Səhv deyil, 1 səhvdir. İkinci hissədə iş sıfırdır, 2 doğrudur. 2 doğrudur. Birinci hissədə iş mənfidir, o da doğrudur. 3 də doğrudur. Üçüncü hissədə iş müsbətdir, o da doğrudur. Bu testin doğru cavabı olacaq 2, 3, 4. İnşallah ki, kodlaşmada bu vergülləri yazmayıbdır. 54. Radioaktiv element 15 sutka ərzində 8-də 7-dəsi parçalanır. Deməli, 8-də 1-i parçalanmamış qalıb. Deməli, 2 üstü 3 bərabərdir 2 üstü T böl T yazsaq, mənfilər itirsək buradan. Deməli, T1 yazaq buna. T1 bərabər 3T olacaqdır. Buradan periodu tapa bilərik. T1 bölünsün 3. Yəni, 15 böl 3. 2 üstü 3 niyə yazdım? Çünki 8-də 1, 2 üstü mənfi 3'dür. O mənfilər itirdim, oradan yazdım. Burada periodu 5 aldıq. Deməli, M bərabərdir. N0, 2 üstü mənfi T böl T'dən. İndi artıq bu T2 yazıram. Yazacaq ki, neçə sutkaya parçalanır? 16-da 15 hissəsi. 16-da 15 nə deməkdir? 16-da 1 deməkdir. 16-da 1, 2 üstü 4 deməkdir. 2 üstü 4 bərabərdir. 2 üstü T2 böl T. Buradan alırıq ki, T2 bərabərdir. T2 bərabərdir 4T. T2 bərabər 4T'dir. Deməli, T'ni tapmışıq biz 5.
4 vurulsun 5, o da beraber olacak 20. Bu testin doğru cevabı olacak 20. 55 vakum diyodunda anodla katot olsa gərginlik 40 voltdur. Elektronun sürəti hansı sürətlə anoda çatar? Hə, deməli mv kvadrat bölü 2-ni biz çıxış işinə bərabər eləyirdik YU-ya. Buradan V-ni tapanda olacaq 2YU bölünsün M. İndi burada Y bölü M-i bizə bütöv verib. 2 vur 10 üstü 11 verib. Orada diqqətli olaq. 2 vurulsun. 2 bu 2-dir. Testin özündə olan 2-dir. Düsturda. Vurulsun Y bölü M-i yenə yazıram. 2 vur 10 üstü 11. Hə, U qaldı bir dənə. U-nun da yerinə yazıram 40. İndi düzgün hesablamalar aparmaq lazımdır burada. Deməli burada eləyəcək 4, 4, 4-ün 16. 16 bunun da bir dənə 0 var. 16, 10 üstü 12 eləyəcək. 16-dan 4 çıxacaq. 10 üstü 2-dən də 6. 10 üstü 6 çıxacaq. 10 üstü 6 elə meqametr deməkdir. Olacaq 4 meqametr böl saniyə. Testin doğru cavabı olacaq D variantı. 56-cı sual. Havada yayılan 3 MHz tezlikli elektromanyetik dalğasının uzunluğunu hesablayın. Lambda bərabər S böl nüdür. S 3 mega 10 üstü 6'dır. Bölünsün 3 vurulsun 10 üstü 8. Bu da eləyər 10 üstü mən burada yerini səhv yazdım. 3 vur 10 üstü 8 yuxarıda yazmalıyam. 3 vur 10 üstü 8 böl 10 üstü 3 vur 10 üstü 6. Çünki nü mega 10 üstü 6'dır. Bu da eləyər 10 üstü 2, o da 100 metr. 57-ci sual. Sabit maqnitin qüvvə xəttlərindən biri təsvir edilmişdir. Verilmiş nöqtələrdə maqnit sahəsi induksiya vektorunun istiqamətləri üçün uyğunluğu müəyyən edin. Deməli, burada maqnit qüvvə xəttləri şimal qütbündən çıxır, ox istiqamətdə cənub qütbünə daxil olur və maqnitin daxilində də şimaldan cənubə doğru olur. İndi B vektoru da çevrəyə toxunan istiqamətdə olur həmişə. Demək, L nöqtəsində çevrəyə toxunan çəkməliyik. L nöqtəsində aşağıya olacaq. M nöqtəsində sola doğru olacaq. Bu BL, bu BM. K nöqtəsində də yuxarıya olacaq. Bu da BK olsun. İndi uyğunluq müəyyən edək. L nöqtəsində aşağıya doğru. L nöqtəsində aşağıya doğru. L nöqtəsi 2-yə gedər C. M nöqtəsində sola doğru. M nöqtəsi 3-ə gedər B. K nöqtəsində də yuxarıya doğrudur. 1-ə də gedər D variantı. D, C, B. Və nəhayət gəldik 58-ə. K açarını açdıqda dəyişən cəryan dövrəsinə qoşulmuş ampermetrin göstərişi necə dəyişər? K açarını açdıqda deyir. Deməli, əvvəl bağlıymış. Əvvəl bağlı olduğu üçün həm bu hissədən, həm də bu hər iki hissədən cəryan keçir. Əvvəl dövrənin ümumi tutumu olacaq 2-si. Onda dəyişən cəryan dövrəsi üçün ohm qanunu yazırıq. Kondensator qoşulub təbii ki. UIM bərabərdir. UIM omega C. Deməli, əvvəl IM, I əvvəl mütənasibdir 2C ilə. K açarını açdığımız zaman cəryan artıq bu hissədən keçməyəcək. Cəryan ancaq gəlib bu aşağı hissədən keçib gedəcək. Onda təkcə C-dən cəryan keçəcəkdir. Onda I son bərabər olacaq C. C ilə mütənasib olacaq. Yəni 2 dəfə azalacaq. Testin doğru cavabı olacaq 2 dəfə azalar. 58. Çəkisiz link və bloklardan ibarət sistemdə M1 kütləli yük asılıb, linkin üfüqi istiqamətdə tarazlıqda qalması üçün ondan asılan ikinci cismin yerini və kütləsini müəyyən edin. Deməli, əvvəlcə, bax, bura 300-dürsə, bax, bura 300-dürsə, bu ipin fırlanıb gəldik, burada 300 olacaq. Onda bura düşəcək 600. Bu yükün ağırlığı isə 500 Newtondur. 500 Newton. Deməli, biz elə yerdən asmalıyıq ki, bu link tarazlıqda qalsın. Bunun üçün momentlər qaydasından beləncə dayaq verilməyən linklərdə bu ipin asıldığı nöqtə dayaq funksiyası rolunu oynayır və deməli, burada belə eləmək lazımdır. M1 vur J, bu dayağa qədər olan dama 1 dama bərabər olacaq M2 vur dayağa qədər olan məsafə x olmalıdır. İndi bu təbii ki, yuxarı gedəndən cəmi, aşağı gedəndən cəminə bərabər olduğuna görə
600 bərabərdir 500 üstə gəl M2J olacaq. Buradan M2J bərabər olacaq 100 Newton. Yəni 100 Newtonluq bir cismi hardan asmalıyıq? Deməli M1J-ni yerinə yazıram 500. 500 vur 1. M2J-ni yerinə 100 Newton yazıram. Vur X. Buradan X bərabərdir 5. 5 dama saymalıyıq. 1, 2, 3, 4, 5. Həmin nöqtə gələcək çıxacaq S nöqtəsinə. Deməli M2-ni S-dən asmaq lazımdır və 100 Newton olmalıdır. Doğru cavab S nöqtəsindən və 10 kiloqram. Çünki MJ 100-dürsə M 110 olacaq. Müvafiq şüalardan istifadə etməklə çökük sferik K sferik yüzün K güzgüsündə verilmiş cismin xəyalını qurun. O güzgün optik mərkəzidir. İndi məndə orada yəqin ki, cavab kartında verilibdir ki, hardadır o cisim? Təbii ki, cavab kartına verilir. Mən onu görə bilmirəm. İndi bu şagirdin çəkdiyinə görə biz müəyyən edə bilərik ki, cismi O nöqtəsinə, yəni əyrilik mərkəzinin düz ortasında çəkiblər, qoyublar. Belə bir şəkildir. Mən sadəcə qaydanı izah edəcəm. Bura qütb nöqtəsi idi. Bura F idi. Bura isə 2F idi və 2F məsafəsi güzgünün əyrilik radiusuna bərabərdir. 2F məsafəsi. Cismi də 2F-də qoyanda xəyalı özü boyda tərsinə çevrilmiş və həqiqi alınırdı. Ta ki, cisim buradadır. Xəyal qurmağın şərtlərini deyəcəm. Demək, paralel şüa göndərirsiz çökük sferik güzgünün üzərinə. O sındıqdan sonra hökmən F-dən keçməlidir. İkinci qayda. F-dən keçitməlisiniz və F-dən keçən şüa paralel qalmalıdır. Bax, burada kəsişdi. Bu cismin xəyalı və burada kəsişdi və onu yaşılla qeyd edirəm. Belə əziz abituriyentlər, sualları izah etdik. Sizə inşallah imtahanda nəticələrinizin uğurlu olmağını istəyirəm. Sağ olun. Gələn dərslərdə görüşmək ümidi ilə.